Salam əziz izləyicilər. Bugünkü videomuzda biz su dövranı, küləyin yaranması və yağışın necə yağdığını öyrənəcəyik. Bu proseslər yalnız təbiət üçün vacib deyil, həm də həyatımızın davamlılığı üçün çox önəmlidir. Su heç vaxt yer üzündə eyni yerdə qalmır. Günəşin istiliyi nəticəsində dənizlərdən, göllərdən, çaylardan və torpaqdan su buxarlanır. Buxar yüksəlir və soyuyaraq damcı halına çevrilir. Bu damcılar birləşərək buludları əmələ gətirir. Buludlarda toplanan su damcıları ağırlaşanda yağış, qar və dolu şəklində yerə düşür. Yağıntı torpağa düşdükdə bir hissəsi yeraltı sulara qarışır, bir hissəsi isə çay və axarlarla yenidən dəniz və göllərə qayıdır. Beləliklə, su təkrar dövr edir və buna su dövranı deyilir. Su dövranı həyat üçün vacib və əbədi prosesdir. Küləklər günəşin yerin səthini qeyri-bərabər qızdırmasından yaranır. İsti hava yuxarı qalxır, soyuq hava isə aşağı enir. Bu hərəkət hava təzyiqi fərqi yaradır və hava axını əmələ gəlir. Biz buna külək deyirik. Küləklər yalnız havanı hərəkət etdirmir, həm də su buxarını daşıyır. Bunun sayəsində buludlar başqa yerlərə köçərək orada yağış gətirir. Yağış buludlarda yaranan su damcıları nəticəsində əmələ gəlir. Küləklərlə daşınan buxar soyuq hava qatlarına qalxır və soyuyaraq damcı halına gəlir. Damcılar birləşərək ağırlaşır. Ağırlaşan damcılar yerə yağış şəklində düşür. Hava çox soyuq olarsa, qar və ya dolu da yağa bilər. Yağış torpağı canlandırır, bitkilərə və heyvanlara su verir. İnsanların içməli su ehtiyacını təmin edir. Beləliklə, su dövranı, külək və yağış bir-birini tamamlayan təbii proseslərdir. Günəş suyu buxarlandırır, külək buxarı daşıyır, buludlar əmələ gəlir və yağış düşür. Bu dövran olmadan həyat mümkün olmazdı. Bitkilər, heyvanlar və insanlar suyu itirərdi. Su dövranı həyatın dövranıdır. Diqqətiniz üçün təşəkkür edirəm. Su dövranını anlamaqla təbiətimizi qorumaqda bir addımda irəlidə oluruq.